Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Aznarov İskəndərin şəhid olduğu gündür, şəhadət olacağı gündür. Aznarov İskəndər haqqında günlərlə danışmaq olur. Çünki Aznarov İskəndər döyüş vaxtı elə bir qəhrəmanlıqlar göstərmişdi ki, hətta onun xidmət elədiyi Gədəbəy bölgəsində o zaman Gədəbəy torpağı nəinki torpağı vermişdi ermənilərə, hətta onlardan torpaq almışdı. Bəs Aznarov İskəndərin şücaəti və qəhrəmanlıq nəticəsində. Aznarov İskəndər 1956-cı ildə 18 avqustda Özbəkistan Respublikasında olmuşdu. Orta təhsil Özbəkistan Respublikasında girdikdən sonra hərbi xidmətə başlamışdı. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ali təhsili davam etdirmişdi. Lakin 1990-cı illərdə Aznarov öz ailəsi ilə birlikdə Azərbaycana köçmüşdü. Birinci Qarabağ müharibəsi hər tarixində qanlı faciələrlə yadda qalmış bir Azərbaycan dövrü. Çünki o dövrdə bədxat qonşularımız Azərbaycan torpaqlarına hücumlar keçirdilər, torpaq iddiasındadırlar. Torpaq iddiasında olmaqla bərabər də Azərbaycan xalqına zülmlər edirdilər. Bunu qəbul edə bilməyən İskəndər ordu sıralarına yazdı. Və qısa bir müddətdə İskəndər artilleriya özünə komandir təyin oldu. Bir çox uğurlu əməliyyatlarda iştirak edən komandirimiz demək ki, düşmənin kabusuna çevirmişdi. Lakin 1993-cü 18 apreldə İskəndər üçün son döyüş oldu. Qızğın gedən döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid oldu. Biz də Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyi olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verilir. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyə Allah bizə nəsib edər. Bu cür qəhrəmanların yolunu gedən Vətən müharibəsi qəhrəmanları və ümumiyyətcə Azərbaycanda olan qəhrəmanlarımızı gəlin unutmayaq. Düzdür, bu günlərdə Respublikada birinci Qarabağ müharibəsi qəhrəmanlarımız unudulsa da mən bunu şəxsən Nərimanov rayonu rəhbəri olaraq deyirəm və bunu da sübut edirəm ki, bu günləri Nərimanov rayonundan qəhrəmanlarımız unudulur. Amma gəlin qəhrəmanlarımız unutmayaq. Bu torpağı qoruyan bu oğlanlar olur. Bu oğlanlar olur. Bu oğlanların haqqı heç vaxt unudulmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşmək bizə nəsib edər. Üzü onların qarşısına çıxarıb. Yenə də deyirəm, Allah rəhmət eləsin. Bu qəhrəmanların qəhrəmanlığını və igidliyini məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə 27 dekabrda milli qəhrəman ailələrini yığaraq onları Azərbaycanın ən dəyərli insanları adlandırdılar. Məhz Vətən müharibəsi qəhrəmanları, şəhid Vətən müharibəsi qəhrəmanları, sağ Vətən müharibəsi qəhrəmanları. Cənab Prezidentimiz, Ali Başkanımız nə dedi? Nə qədər bizim texnikamız olsa da bu oğlanlar hesabına torpaqları alındı. Gəlin bunları unutmayaq. Ey məmurlar, ürəyinizə biraz vətən sevgisi, vətən qeyrəti gəlsin. Allah rəhmət